Bugün ben Azərbaycan xalqı qarşısında, məni seçənlərin qarşısında, Respublika qarşısında Prezident vəzifəsinə başlayaraq and içdim. Mən Azərbaycanın konstitusiyasına əl basaraq and içdim. Bizim hamımız üçün müqəddəs Quran-ı Şərifə əl basaraq and içdim. Və mən bu vəzifəni üzərinə götürərək bugün bütün Respublika qarşısında and içərək öz məsuliyyətlərindən dərk edirəm. Mən yaxşı bilirəm ki, Azərbaycan xalq vəziyyətdədir. Və çox yaxşı bilirəm ki, bu vəzifəni aparmaq çətin işdir. Təcrübəli adam üçün də, bilgi adam üçün də, güclü adam üçün də, hörmətli adam üçün də bu vəzifəni aparmaq imkanları çox çətindir. Şəxsi nöqteyi nəzərdən, şəxsi həyat nöqteyi nəzərindən belə bir yükün altına girmək, belə bir məsuliyyəti özlərinə götürmək, mənim kimi məsuliyyətli adama və xalqın qarşısında daimi cavabdeh olan adama bəlkə də olduqca çətin bir addımdır. Həqiqətən çətin bir addımdır. Azərbaycan xalqının hələ açılmamış layıqları qatları var. Azərbaycan xalqının daxili mənəviyyətinin, Azərbaycan xalqının idrakının, Azərbaycan xalqının qüdrətinin hələ açılmamış hissələri var. Bunlar açılmalıdır. Xalq özünü yenidən tanımağa başlayır və xalq gücünü, qüdrətini, zəkasını, müdürlüyünü ifa etmək üçün buna imkan yaratmaq lazımdır. Müstəqil Azərbaycan yaşayacaq, Azərbaycan öz ərazi bütövlüyünü təmin edəcək, Azərbaycan xalqı bundan sonra daha da sıx birləşəcək, Azərbaycan torpağı bütün onun ərazisində yaşayan vətəndaşlar üçün doğma vətən olub da bundan sonra da olacaq, bütün millətlərin burada azad hüquqla yaşayacaq və müstəqil Azərbaycan Respublikası demokratik, sivilizasiyalı bir devlet kimi, hüquqi bir devlet kimi dünyada öz layıqlı yerini tutacaq.